Salam, hər vaxtınız xeyir olsun. Zaman yayımlarının təqdim etdiyi həmin o yaz tətili tapşırıqlarının 4-cü sinif üçün olanlara izahını verəcəm. Deməli, uşaqlar, başlayaq. Deyir ki, səhv yazılmış sözləri müəyyən edin və cədvəldə rəngləyin. Mən işarə qoyacağam, amma siz yəqin ki, bunu kısır öyrətdirmişsiniz də. Orada siz rəngləyirsiniz. Yəni, heç bir problem yoxdur. Səhv yazılmış hökm, ü yazılmır. Sadəcə hökm. Bir bu. Müdir düz yazılıb. Ədəbiyyat düz yazılıb. Sait deysək də y ilə yazılmır. Səhvdir, rəngləyəcək. Konsert düzdür. Kompot düzdür. Tərbiyədə uşaqlar bir dənə y var. Səhvdir, rəngləyirsiniz. Üzür düz yazılıb. Kolbasa, bu da səhv yazılıb. Pomidor düzdür. Motor o ilə yazılmalıdır. Üfüq düzdür. Şənbə düzdür. Ümid düzdür. Ehtiyatda bir dənə y var. Baxın, bu rənglənməli idi. Nəqliyyat düz yazılıb. Radioda y olmur uşaqlar. Radio. Komando düzdür. Üzv düzdür. Zülümdə yenə ü yoxdur. M. Yəni, işarələdiyim sözləri rəngləyirsiniz. Sonra deyir, frazeoloji birləşmələrin mənalarını yazın. Bel bağlamaq, inanmaq mənasındadır. Yəni, bu sözləri də öyrənin. Yəni, imtahanda, mətn içərisində verə bilərlər. Ağzın qıfıllamaq, susmaq. Dilotu yemək, çox danışmaq mənasındadır. Mən biraz sərgəst yazdım. Siz yəqin ki, dediyimi, yəni inanıram ki, çox yaxşı yazacaqsınız, amma dediyimi də nəzərə alarsınız. Könlünü almaq, yəni özünü bağışlatmaq, xətrinə dəyməmək. Necə ki, tutaq kimi incitmirsən, onun könlünü alsana, özünü bağışladırsan. Yada düşmək, yəni yadına salmaqda birdən-birə kimisə yadına düşmüsən, onu elə bir yada salmaq mənasında, yadına düşmək mənasındadır. Fikrə getmək, yəni xəyala getmək, çox susmaq mənasında. Deyirsən, fikrə getdi, gözü yol çəkdi, o mənalarda da ola bilər. Sonra verilmiş zərflərin sualının qarşısında yazın. Baxın, dünən nə vaxt? Həmişə, deyir, həmişə bizə gəlirdi. Nə vaxt, nə zaman? Xeyli, nə qədər? Da deyir ki, xeyli danışdı, nə qədər? Yaxşı danışdı. Necə, nə tərzdə danışdı, yaxşı? Gecə, nə vaxt, gecə? Çox, nə qədər, çox? Qəfildən, necə? Və yaxud da nə zaman? Sürətlə, necə, nə tərzdə? Yuxarı, haraya? Yuxarı, gözəl. Necə danışdı, gözəl danışdı, cəld hərəkət etdi, necə hərəkət etdi, cəld, nə cür, nə cəhddə, irəli, hara, irəli, əyri, necə, əyri yığmışlar, necə, nə tərz yığmışlar, əyrilmişlər, hərdən, nə vaxt, nə zaman yadıma düşür, hərdən, axşam, nə zaman, geri, haraya, geri, hara, geri, zərfin suallarına cavab verir. Sonra uşaqlar deyir ki, ismin halını deyir, qeyd edin. Hər sözün halını qeyd edin. Telefona yönlük, uşağın yiyəlik, evdən çıxışlıq, şagirddə dadə, yerlik, kitabda yerlik, qələmin yiyəlik, meyvəni təsirlik, binadan çıxışlıq, qardaşı təsirlik, maşında yerlik, masaya yönlük, yağışın yiyəlik, paltara yönlük, çiçəkdən çıxışlıq, küləyin yiyəlik, kəpənəyi təsirlik, buludu təsirlik, parkdan çıxışlıq, sinifdə yerlik, kəndi təsirlik, yeməyin yiyəlik. Bu şəkildə yazırsınız. Hansı uyğunluq deyir, doğrudur. Baxın, şənbə nə yazılmalıdır, mı yox. Tərbiyədə bayaq dedim ki, bir dənə y olur. Çönbə. Çönbə olmalıdır uşaqlar. Çönbə. A, B, C səhvdir. Qafiyə bir y ilə yazılır. Yəni D variantı. Deyir ki, verilmiş frazeoloji birləşmənin mənasını tapın. Başa çatdırmaq, yəni bitirmək mənasındadır. B variantı. Hansı sıradakı sözlər deyir, səhv yazılmışdır. Baxın. Ehtiyat, ehtiyac. Görsən, hamısı düz yazılıb. Səyyah, əməliyyat. Hamısı düz yazılıb. Nəqliyyat 2 y ilə olmalıdır. Tərbiyədə də 1 y var. Yəni B variantı səhv yazılıb. Təyyarə düzdür, tövsiyə də düzdür.
Sonra neçə söz deyir ismi təsir halında verilmişdir. Kitabı, maşını, qələmi, otağı, günəşi, uşağı. 3, 6 dənəsi söz təsiri halda verilmişdir. Deyir, bir azaltma dərəcəsindədir. Azaltma dərəcəsində deyil, daha doğrusu. Baxın, açıq yaşıl azaltmadır, alaçiy azaltmadır, çəmşirin azaltmadır. Açıq qapı heç birincisi sifət deyil. İkinci də aşağılar söz birləşməsidir. Açıq qapı. Yəni ismi birləşmədir. Sonra hansı söz deyir hallanarkən bitişdirici samit qəbul edir. Baxın, belə deyək də, bu bulağın ın yəli artır. Nəsə bitişdirici samit hansı idi? N, y, s. Əlavə etdim, yox. Dənizin əlavə etdim, yox. Ağacın əlavə etdim, aliyə. Gördün? Hal qəbul, yönlük hal şəklisi qəbul etdi, aliyə. Nə oldu? Y bitişdirici samiti artırdım. Yəni C variantı. Tərz hərəkət zərfi deyir, hansıdır? Məsələn, bayaq nə zaman? Cəsarətli idi, bu sifətdir. İrəli atıldı, zərfdir, diqqətlə baxdı. Nə tərzdə, nə vəziyyətdə diqqətlə, B variantı. Hansı cümlədədir, altında xətt çəkmiş söz zərfdir. Bax, xeyli ağac var, burada saydı. Xeyli güldü, bax, hərəkətə aiddir. Nə qədər güldü, xeyli güldü, yəni cəmiyyət zərfidir. Yaxşı insanlar, burada sifətdir. Gözəl qızdır, burada da sifətdir. Biri işarə əvəzliyidir. Baxın, hər kəs qeyri-müəyyən əvəzlik, mən şəxs əvəzliyi, həmişə də zərf deyil. Ona görə zərfdir. Belə əvəzlikdir. Yəni işarə əvəzliyi, o, bu, elə belə. Hansı cümlədə deyir, o əvəzli sonra vergül qoymalıdır. Biz demişik, o kimin sualına cavab versin, kimdən sualına cavab versin. Bir də özündən sonra isim, sifət, say, feil sifətdən başqa gələrsə, sonra köməkçilik hissələri, modal sözlərdən başqa gələrsə, onlar bir də bəli, hə, yox, xeyr, təsdiq edatları gəlməzsə, vergül qoya bilərik. Bax, o kitabı rəfə qoy. Hansı kitabı? O kitabı. Burada artıq hansı olan cavab verir, deyə mənə lazım deyil. O mənim dostumdur. Kim? O. Deyərsən ki, ay müəllim, burada kim sualınca? Amma özündən sonra əvəzlik gəldiyinə görə mən qoya bilməyəcəm. O dərslərini yaxşı oxuyur. Kim? O, bəli. Dərs isim gəlib, bəli. Vergül harada qoymalıdır? C-də. O gəldi, feil var deyə vergül qoya bilmərəm. Sonra uşaqlar birə baxaq. Deyir ki, verilmiş söz birləşməni cədvəlcə qruplaşdırın. Mən indi necə yazacağam? Bax, bunu bir götürəcəm, tutaq ki, dairəyə aldıqlarımı, ismi birləşmə, xətt çəkdiklərimi, feili birləşmə. İkinci tərəf, əgər ikinci tərəf isimdirsə, isimlə ifadə olunubsa, adlarla ifadə olubsa, ismi birləşmə, feillərlə ifadə olubsa, feili birləşmə. Məsələn, maraqlı kino. İkinci tərəf kino, isimdir, bəli, ismi birləşmə. Meyvə dərəndə, ikinci tərəf dərəndə feildir, feili birləşmə. Ananın laylası ikinci tərəf ismidir, ismi birləşmə. Cəld uşaq ikinci tərəf isimdir, ismi birləşmə. Kitab oxumaq, hərəkət var deyə feili birləşmə. Sakit uşaq ismi birləşmə. Yaxşı oxuyan ikinci tərəf feildir deyə feili birləşmə. Açıq qapı ismi birləşmə. Şahmat oynamaq feili birləşmə. Xoşbəxt yaşamaq feili birləşmə. Yağışın səsi ismi birləşmə. Sonra deyir ki, çalışma cümlədə mübtədə və xəbəri müəyyən edin. Bu gün müəllim maraqlı dərs keçdi. Nə etdi? Keçdi. Xəbər, kim? Müəllim. Aysel dostuna maraqlı lətifə danışdı. Kim? Nə etdi? Danışdı. Xəbər, kim? Aysel. Dünən hava yağışlı idi. Necə idi? Yağışlı idi. Nə? Hava. Cəmi limana yaxınlaşdı. Nə etdi? Yaxınlaşdı. Xəbər, nə? Cəmi. Sabah rayondan qonaqlar gələcək. Nə edəcək? Gələcək kim? Qonaqlar. Bu şəkildə yazırsınız. Cümlələrdə deyir, altında xətt çəkmiş sözlərin ilk hissəsini yazın. Topu mənə at. Nə et? At, feil. Səlim atlara yem gətirdi. İsim. Əli tez maşına min. Nə et? Min, feil. Yarışda 1000 nəfər. Nə qədər nəfər? Neçə nəfər? Say. Həyatımızda tut ağacı var. Nə? Tut, isim. Qapını tut. Nə et? Tut, feil. Bu şəkildə yazırsınız. Sonra deyir, vermiş nöqtələrin yerinə yazın. Mən sənin kimi oxumaq istəyirəm. Nəhayət iclas bitdi. Deyəsən yağış yağacaq. Bəs sən yarışa qatılmırsan? Bax, həmin onları da oraya qeyd edirik. Sonra biri ismin deyir, çıxışlıq halında deyil. Baxaq. Güldan elə variant uşaqlar. Qələmdən, qələm, nədən qələmdən ismin halındadır. Ağac, ağacdan, məktəb, məktəbdən. Güldan amma düzəltmə, dandan düzəltmə şəkilçidir. Yeni söz yaradıb. Hansı səhv yazılmışdır deyir.
Adcı təhər elə bir şey yazmalı. Təhərkən bir şey yazmalıdır. İsmi birləşməməyə ikinci tərəf feildir. Bunlar feili birləşmədir, amma əsgərin məktubu ismi birləşmədir. Hansı cümlədə deyir xəbər digərlərindən fərqlidir? Maraqlıdır, ismi xəbər. Getdi, feili xəbər. Dayandı, feili xəbər. Dinləyir, feili xəbər. Elə variant. Hansı cümlədə ikinci dərəcəli cümlə yoxdur? Sənin dostun gəldi. Nə etdi, gəldi? Kim? Sənin dostun. Burada bir yerdə gedəcək. Parkdakı uşaqlar çox maraqlı oyunlar oynayardılar. Buradan deyəsən nazilətmək olurmuş bunu. Hələ mən indi baxıram. Allah sən saxla. Deyir ki, parkdakı uşaqlar çox maraqlı oyun oynayardılar. Nə edirdilər? Oyun oynayardılar. Kim? Uşaqlar, hansı uşaqlar? Burada elə hal görürsünüz ki, yaman bolluqdur B variantı. Mən birinci sinifdə oxuyuram, nə edirəm? Oxuyuram ki, mən neçənci? Burada da var. İkinci dərəcə özvər lazım deyil. Bağda çoxlu meyvə ağacları var. Nə var? Nə meyvə ağacları, nə qədər çoxlu burada da var. Elə hansı variant uşaqlar? A variantı. Sonra hansı cümlədə altından xətt çəkilmiş söz işarə əvəzidir? Həmin binada dostum yaşayır, elə variant. Mən şəxs əvəzi, siz dərsə gecikəcəksiniz. Şəxs əvəzi, o bizim riyaziyyat müəllimimizdir, burada da şəxs əvəzi. Biz sizdə o həm şəxsdir, həm də işarə əvəzidir. Amma kimdən sualına cavab verəndə işarə əvəzi, şəxs əvəzidir. Biri deyir adi dərəcədə verilmiş sifətdir. Elə C variant uşaqlar. Adi dərəcədə verilmiş sifətdir. İsmin hansı halı bitişdirici samit? Bayağı yuxarıda da göstərdim. Ki, bax, saitlə başlayan adlı hal lazım deyil. Yerli halın şəkilçisi nədir uşaqlar? Da, samitlə başlayır. Çıxışlığınki dan, dən, samitlə başlayır. Amma təsirlininki ı, saitlə başlayır deyə buna lazımdır. Hansı sözdə bitişdirici samit yoxdur? Kəpənək, çiymiş iya keçib. Elə variant. Qapıya ı-dan saitin arasında bir dənə bitişdirici var. Bacı, saitdən saitin arasında bitişdirici var. 50, saitdən saitin arasında bitişdirici var. Hansı variant da variant? Doğru uyğunluq deyir hansıdır? Bugün. Nə vaxt, nə zaman? Bugün xeyli. Nədir? Miqdar zərfi. Yuxarıda yer. 2 dənə belə, bir dənə də aşağı. Hansı variantdır? C variantı. Sonra deyir ki, hər cümlədə fərqləndirilmiş söz hansı nitq səsdir? Əli artıq meyvələri yeşiyə yığdı. Artıq meyvələri suala cavab verir. Necə meyvələri? Artıq meyvələri sifətdir. Sonra gəlin fikrimizi bölüşək. Nə edin? Gəlin. Nə idi? Gəlin, əmr ədatı. Deyir, qoy, gəl. Sonra, biz parka doğru getdik. Qoşma. Oxumaq üçün. Baxın, səbəb qoşması. Doğru söz, necə söz, sifət. Murad, elə danışma. Necə, nə cür? Elə o tərzdə. Da, burada zərfi əvəz edib əvəzlikdir. Əvəzlik. Elə belə zərfi yoxdur. O dərsin yaxşı hazırlaşıb. Feilə aiddir deyə nə olur burada? Zərf olur. Vay, izahım harda qalıb görəsən. Dayandırmışammış. Neçədə dayandırdım bunu mən? Belə uşaqlar, deməli bir 20-25 dəqiqə çəkmişəm, sonra bilmişəm ki, videonu dayandırmışam. Deməli, baxaq. Bayaqdan bunları izah eləmişdim. Baxın, deyir verilmiş cədvəl üzrə qruplaşdırın. Mən baş hərflərini yazacağım üzərinə. Bəs ədatdır, üçün qoşmadır, əlbəttə modal sözdür, beləliklə modal sözdür, yəqin modal sözdür, axı ədat, tərəf qoşma, sarı qoşma, deyəsən modal söz, məhz ədat, başqa qoşma, yalnız ədat, təəssüf ki, modal söz, görə qoşma, qoy ədat. Yəni, onları da siz əzbərləməz. Kiçiklərə, kiçiyin əksi nə olar? Böyük. Hündürün əksi alçaq. Sonra Musa şirin, acı, qardaşım axşam, səhər, gec, tez. Bu şəkildə yazırsınız. Sonra deyir ki, yalnız qoşma bildirən aşağılar. Yalnız qoşma olsun. Üçün görə əlbəttə modal söz, nəhayət modal söz, axı ədat, bəs ədat. Tərəflə doğru deyərsə mənim qoşma olur. Amma tərəf isim də ola bilir. Doğru da sifət də ola bilir. Mənə də yalnız qoşma deyildən görə üçündən görəni götürürəm. Çünki mənə yalnız qoşma deyir. Sonra burada deyir doğru uyğunluq hansıdır? Əlbəttə modal sözdür. Üçün qoşmadır, axı da ədatdır. 2 yuxarı, bir dənə də aşağı, yəni B variantı. Hansı cümlədə deyir ancaq sözü ədatdır? Mən çox gözlədim, amma
Ancaq, yalnız. Burada amma ancaq, lakin burada bağlayıcıdır. Mənə lazım deyil. Yarışa hazır idim, ancaq gedə bilmədim. Amma gedə bilmədim. Burada da bağlayıcı. Qış idi, amma, ancaq, lakin hava mülayim keçirdi. Burada da. Amma B variantı, ancaq sən bu işi edə bilərsən. Yalnız sən edə bilərsən. Ona görə B ədat kimi işlənib. Neçə nömrəli söz ədatlardır? Olduqcadan əsl ədatdır. Beləliklə heyif ki, 1, 4 nədir? Modal sözlərdir uşaqlar. Hansı sözlər cütü deyir, antonim deyir? Yuxarı aşağı, dadlı, dadsız. Niyə? Çünki kökləri dad sözüdür. Eyni kökü eyni olan sözlər antonim ola bilmir. Sonra uşaqlar deyir ki, mürəkkəb feil deyil. Mürəkkəb feil gedib gəlmək uşaqlar, bəli. Nədir? Mürəkkəb feildir. Nail olmaq, olmaq, bil, et. Bunlar da nədir? Mürəkkəb feildir. Küsüb barışmaq mürəkkəb feildir. Amma evə gəlmək frazoloji, nədir onun adı? Feili birləşmədir. İkinci tərəfi feilli ifadə olunub. Sonra hansı söz həm isim? Qaraqaş, adəcə, qaragöz. Qaraqaşdır. Sonra qara gözdür, qara buğdaydır. Bunlar adi dərəcədədir. Qarımtıl azaltma dərəcəsindədir. Yəni C variantı uşaqlar. Hansı variantda deyir doğru söz qoşmadır? Bax, doğru söz, necə söz? Suala cavab verir. Nədir? Sifət. Doğru cavab, necə cavab? Sifət. Doğru danışmaq feilə aiddir deyə zərf. Amma evə doğru nədir? Suala cavab vermir. Görürsünüzmü? Evə doğru nədir orada? Qoşma. Deyir hansı hər sözə uyğun gələn sinonim sözü yazın. Hər sözə uyğun gələn sinonim sözü yazın. Yazaq. Kədərin sinonimi nə olar? Qəm. Balacanın sinonimi kiçik. Böyücün sinonimi iri. Hündürün sinonimi uca. Yüksəyin sinonimi elə buna da uca yaza bilərəm. Qocanın sinonimi yaşlı. Gəncin sinonimi cavan. Göyçəyin sinonimi gözəl. Qəşəng. İgidin sinonimi cəngavər də yaza bilərəm. İgidə. Qaçdı, yüyürdü. Sonra nəhəng, iri. Hünərli, cəsarətli. Elə də yaza bilərik. Sonra zərfləri deyir, cədvəl üzrə qruplaşdırın. Yenə aşağılar, mən üzərindən bu hərflərini yazacağım. Baş hərflərini siz özünüz cədvəldə yazarsınız. Sürətlə qaçdı, necə, nə tərzdə qaçdı, sürətlə. Tərz hərəkət, cəld tərz hərəkət, bugün zaman. Yaxşı danışmaq, necə, nə cür danışmaq, yaxşı tərz hərəkət. Çox miqdar zərfi, dəfələrlə miqdar zərfi. Sonra xeyli miqdar zərfi, yuxarı yer zərfi, diqqətlə tərz hərəkət, aşağı yer, dünən zaman, irəli yer, geri yer, az miqdar, qəhrəmancasına tərz hərəkət. Bu şəkildə yazırsınız. Sifətin dərəcəsinə görə dəyişin deyir. Və gözəl adi dərəcədədir. Azaltma dərəcəsində gözəli necə yaza bilərik? Gözəl təhər. Azaltma dərəcəsində gözəli necə yazaq? Az gözəl idi. Məsələn, çox gözəl deyildi, az gözəl idi. Yaza bilərəm. Çoxaltma dərəcəsində çox gözəl. Sonra qara adi dərəcədədir yazım. Yazaram ki, qaramtıl. Bayaq yuxarıda var idi. Sonra çoxaltma dərəcəsində çox qara. Açıq qara da yazaq. Bənövşəyi, burada elə bənövşəyi adi dərəcədədir. Açıq bənövşəyi yaza bilərəm. Azaltma dərəcəsində. Burada çoxaltma dərəcəsində ən bənövşəyi rəng. Ən bənövşəyi. Şirin aşağılar. Şirin elə adi dərəcədədir. Şirin təhər. Azaltma. Şirin təhər azaltma. Çox şirin. Çoxaltma. Sonra ağ. Ağ yenə adi dərəcədir. Ağımtıl. Azaltma. Çoxaltma dərəcəsində yaza bilərik ki, lap ağ. Sonra yaşıl. Yaşıl yenə adi dərəcədədir. Yaşımtıl. Adi dərəcədə yaşımtıraq. Çoxaltma dərəcəsində də çox yaşıl. Ən yaşıl, lap yaşıl yaza bilərik. Yamyaşıl. Buraya yamyaşıl da yaza bilərsən. Belə. Sonra
Deyir ki, şərtlərə uyğun olaraq cümlədə işlədin. Mən indi deyəcəm, da qabağında düşünün, cümlə siz özünüz qurarsınız. Amma zərf kimi necə olacaq? Gözəl danışmaq, bayaqdan demişəm. Gözəl qız. Cəld uşaq. Bir də var ki, yeni səhv yazdım. Bir də var ki, cəld danışır. Feil kimi min ata. Bir də var say kimi min kitab. Qoşma kimi evə sarı, sifət kimi sarı top. Da sizin cümlədə də işlədib yazarsınız. Sonra ismi xəbərli cümləni deyir, hansıdır? Bakının gözəl mənzərəsi var, ismi xəbər. Elə variant. Bişirdi feili xəbər, yayılmışdı feili xəbər, döyüldü feili xəbər. Elə variant uşaqlar. Hansı cümlə mürəkkəb feil var? Səma xala evi silib süpürdü. Elə variant. Hansı söz həm ədat, həm də sifət kimi işlənir? Həm ədat, həm də sifət kimi. Elə hansıdır? B variantı. Hansı mürəkkəb feil əks mənalı sözlərin birləşməsindən yaranıb? Əks mənalı sözlərin deyil, birləşməsindən yaranıb. Həll etmək, ol etdən yaranıb, lazım deyil. Silib, süpürmək, elə bir mənadadır. Yaxın mənalıdır. Yazırsan, pozmaq, yazmaq, pozmaq əks mənalıdır. Yəni C variantı. Nöqtələrin yerinə deyil, uyğun gələn sözü müəyyən edək. Rıza hündür vəzifə xeyr. Uzun vəzifə xeyr. Uca vəzifə yox. Yüksək vəzifəyə təyin edildi. Hansı cümlədə deyir, işarə vəziyi var? O mənim bacımdır. Kim? O. Burada şəxsdir. Bu kitab bizimdir. Hansı kitab? Bu kitab. Bax, elə B variantı. O idman müəllimidir. Kim? Şəxs. Bu gün şəhərdə getdik, burada da yoxdur. Hansı söz deyir? Modal söz kimi işlənir. Elə variant, əlbəttə. Hansı söz birləşməsi deyil? Axşamdır cümlə, elə variant. Ananın laylası, uşağın arzusu, su içəndə ismi birləşmə, su içəndə də feili birləşmə. Sonra ismin deyir, yerlik halında verilmiş söz hansıdır? Məktəbdən çıxışlı qaldadır, ağaca yönlükdür, kitabın yerlikdir, evdə, dadə, yerlik hal şəkilçisi ilə düzəlmiş yerlik hallı sözdür. Hansı cümlədə mübtədə iştirak etmir? Bu gün hava çox istidir. Necədir? İstidir, nə hava? Əli dərslərini yaxşı hazırlaşıb, nə edib hazırlaşıb, kim əli? Şəhərdir, necə, nədir şəhərdir, nə, hara, Bakı. Dünən yarışın qalibi oldum, burada yoxdur. Sonra belə bir mətnimiz var. Ercan Ökən dastanı Türk xalqının baxaq görək nəyindən danışır. Deyir ki, Ercan Ökən dastanı Türk xalqının başına gələn ağır bir fəlakətdən sonra yenidən dirçəlməsindən bəhs edir. Dastana görə türklər düşmənlər tərəfindən məğlub edilir və demək olar ki, hamısı qılıncdan keçirilir. Yalnız bir neçə ailə sağ qalır. Sağ qalanlar canlarını qurtarmaq üçün dağlarla əhatə olunmuş gizli və keçirməsi çətin olan bir yerə Ercan Ökən vadisinə sığınırlar. Bu vadi geniş, bərəkətli və təhlükəsiz olduğu üçün onlar burada uzun illər yaşayır, nəsillərini artırır və güclənirlər. Zaman keçdikcə Ercan Ökən türklərə dar gəlməyə başlayır. Azadlığa çıxmaq istəyən türklər bir çıxış yolu tapmaq üçün məsləhətləşirlər. Nəhayət bir dəmirçi dağın dəmirli hissəsini böyük ocaq qalayaraq əridir və dağda yol açır. Türklər həmin yoldan keçərək Ercan Ökəndan çıxırlar. Ercan Ökəndan çıxış türk xalqının azadlığa qovuşmasını və yenidən güclü bir xalq kimi meydana çıxmasını simvolizə edir. Dastan türklərin birlik, iradə və zəhmət sayəsində hər cür çətinliyi dəf edə biləcəyini göstərir. Aha. Deyir, Ercan Ökən dastanı təsvir edir. Türklərin incəsənət və musiqisini xeyr. Türklərin azadlıq uğrunda mübarizəsi və yenidən güclənməsi, bəli, B variant. Milli mətbəx yox idi, tarixi abid haqqında danışmırdı. Ercan Ökən sözü mənaları hansılardır? Böyük dağ və çay, dar keçid və möhkəm qala, gözəl ev və bağ, sarın bulaq və meşə. Qalarsınız A variantı və çay burada heç danışılmadığına görə B variantı, dar keçid və möhkəm qala. Türklər Ercan Ökəndə niyə uzun müddət yaşadılar? Çünki torpaq zəngin idi və təhlükəsiz idi. C variantı. Türklər azadlığa çıxmaq üçün nə etdilər? Qayıqlarla çay keçdilər, xeyr. Dağın qalxdılar və daimi orada qaldılar, xeyr. Yollar bağladılar, xeyr. Dağı dəmirli hissənlərdə yol açdılar. Ercan Ökən dastanı türk xalqına hansı dərsi verir? Dözümlük, birlik, azadlıq və yenidən doğuluş. Elə uşaqlar A variantı. Deyir, doğru və yanlışın qarşısına da bu işarəni qoymalıyıq. Baxaq. Ercan Ökən dastanı türk xalqının mənşəyini göstərir. Bəli. Doğru. Sağ qalan türklər dərhal Ercan Ökəndən çıxdılar, xeyr.
Dastan azadlıq uğrunda mübarizənin vurğuları doğru. Türklər azadlığa çıxmaq üçün bir dəmirçinin köməyindən istifadə etdilər. Bir dənə bunun aydınlaşdırması üçün bir yenidən baxım. Deyir ki, nəhayət bir dəmirçi, bəli, dəmirçi onlara kömək edir. Düz. Boşluqları doldurun deyir. Ərcüncan dastanı türk xalqının birlik və azadlıq uğrunda mübarizəsini yaza bilərsən, ora birlik mətnini də qayıdıb dönə-dönə oxuyarsın. Sağ qalan türk tayfaları dağlarla əhatə olmuş vadidə yaşayırdılar. Qocalı bir dənə mətndə həmin sözə baxım. Deyir ki, canlarını qurtarmaqla dağlarla əhatə olmuş gizli və keçilməz çətin olan bir vadidə dağlarla əhatə olmuş, güclü dağlarla əhatə olmuş, keçilməz çətin olan o sözü oraya yazar bilərsiniz. Türklər azadlığa çıxmaq üçün dəmirçinin köməyi ilə dəmirlər edib yol açdılar. Ərcüncan dastanı türk xalqının və axırıncı cümləni deyir, birlik, iradə və zəhmət sayəsində vururlar. O sözləri oraya uyğunlaşdırıb yazarsınız. İdeya nədir? Birlik. Türk xalqının birliyi, iradəli olması, dözümlüyünə danışılır. Zaman deyəndə uşaqları zaman bir dənə türk xalqı qalan deyir. Bir fəlakətdən bəhs edirlər. Das hamısı qılıncdan keçirir. Və bu azadlığa çıxmaq istəyir. Aşağılar burada zaman təsvir etməyiblər. Çünki Ərcüncan dastanı türk xalqının başına gələn bir fəlakətdən sonra yenidən dirçəlməsindən bəhs edir. Dastan öncə türklər düşmənlər tərəfindən məğlub edilir və demək olar ki, hamısı qılıncdan keçirir. Yalnız bir neçə ailə sağ qalır. Burada çünki heç bir fəlakəti danışmır. Nəhayət türklər həmin yoldan keçək Ərcüncandan çıxırlar. Ərcüncan türk xalqının azadlığa qovuşmasını və uğraşırlar. Zaman yoxdur. Məkan da Ərcüncan yaza bilərsiniz. Sonra riyazi suallarımıza baxaq. Deyir ki, ədədləri qeyd olunan mərtəbəyə qədər yuvarlaqlaşdırın. Təklik, onluq, yüzü yanındakı 5-dən kiçikdir deyə uşaqlar elə öz mərtəbəsində qalır. Özündən sonra da 0 yazsın. Burada da özündən böyük deyə 65 olacaq 650 min. Burada da uşaqlar bir vaid yenə özündən 5-dən kiçikdir deyə olduğu kimi qalır. Burada böyükdür deyə 5-dən böyük deyə artıq bir vaid atacaq 50.480. Burada yenə 5-dən böyük deyə artıq bu olacaq 70 min. Burada yenə uşaqlar 5-dən böyükdür deyə mərtəbə bir vaid artacaq. Göstərilən mərtəbə 42.200 olacaq. Burada yenə 5-dən kiçik deyə elə olduğu kimi qalacaq. 430 min. Burada 5'dir. 5 və 5-dən böyük olduğu demiş bir vaid artır. 976 min olacaq. Burada da yenə özündə qalacaq 800 min. Bu şəkildə yazırsınız. Sonra deyir qırmızı rənglə verilmiş rəqəmlər mərtəbə qiyməti, mərtəbə vaidin və mərtəbə vaidlərin sayını yazın. Aşağılar mərtəbə qiyməti təkcil onluq yüzü, yüzlükdə deyə 700. Mərtəbə vaidi elə 1 qoy, ondan sonra özdən 0 yaz 100. Mərtəbə vaidin sayı da neçədir aşağılar? Mərtəbə vaidin sayı elə 7. Sonra mərtəbə qiyməti təkcil onluq 103 minlik, 10 minlik, eləcək 60 min. Mərtəbə vaidi 10 min. Mərtəbə vaidin sayı 6. Sizdə 1 qoy, özündən sonra sıfırlarını yaz. Sonra mərtəbə qiyməti yenə 10, mərtəbə vaidi yenə 10 olacaq, mərtəbə vaidin sayı 1. 800 min olacaq mərtəbə qiyməti. Mərtəbə vaidi 1 yaz, özünü ondan sonra 0. Neçələdir? 100 min. Mərtəbə vaidin sayı 8. Mərtəbə qiyməti 5000. Mərtəbə vahidi 1000. Mərtəbə vahidin sayı 5. Mərtəbə qiyməti 6. Mərtəbə vahidi 1. Mərtəbə vahidin sayı 6. Bu şəkildə yazırsınız. Sonra deyir ki, tənliyi həll edin. Edək. Baxın. 2 vur A üzərinə gəlir. Bu əvəzə bunu ayırmırsan. 2 vur A bərabərdir 176 çıxaq 160. 2 vur A bərabərdir 170-dən 60 çıxanda 16. A da bərabərdir 8. Sonra yeni uşaqlar 5 vur B-ni ayırmırıq. 489 çıxaq 444. 5 vur B bərabərdir 489-dan 45 çıxanda qalırmı? 45. B də bərabərdir 9.
Yenə 6 vurcini ayırmırıq. 336 çıx 288. 6 vurcu bərabər 336-dan 288 çıxanda nə qalır? 16-dan 8, 8. 12-dən 8, 48. C də bərabərdir 8. Sonra ifadə qiymətini deyir hesablayın. Diametri 30-dursa çevirən radiusun 2 yerə böləcəkən 18. Radiusu 2 ilə 19-un hasisinə bərabərdirsə 2-dən 19 necə edir? 38 radiusdursa çevirən diametri 38-i 2-yə vurarsan edəcək 76. Sonra qırmızı rəngdə deyir verilmiş rəqəm mərtəbə qiyməti aşağılar. Tək, onluq, yüzlük, minlik, 5000. Düz bucağın 6-dakı hissəsi. Düz bucaq neçə dərəcədir? 90. 90-ın 6-dakı hissəsi. 90-ı 6-ya böləndə 1, 30-un içində də 5, 15 2-yə vuranda 30. Hansı eləyir uşaqlar? A variantı. Hansı ədəd deyir 6-ya qalxız bölünür? 6-ya qalxız bölünən həm 2-yə, həm də 3-ə bölünməlidir. 2-yə bölünmək üçün mütləq cüt ədəd olmalıdır. C-ni çıxdım. 3-ə bölünmədə rəqəmlər cəmi 3-ə bölünməlidir. 1-in üstə 1, 2, 2-in üstə 2, 4. 4 3-ə bölünürmü? Yox. 9-un üstə 6, 15, 15, 6, 21. Bəli, 3-ə bölünür, həm də cüt ədəddir. Amma 2-in üstə 2, 4, 4-ün üstə 4, 8 bölünmür. B variantı. Hansı nöqtələr çevirən üzərindədir aşağılar? C, B. C-dən B. Yəni D variantı. İfadənin qiymətləri neçədir? Aşağılar bu bölmənin cavabı 8-dir. Heç eynən bölmədə də olduğu kimi öz axarında soldan sağa doğru hesablayacaqsan toplama və çıxmalanda. 6987 üstə 8 gələndə 6995 edəcək. Ondan da çıxırsan 6322, 3, 7, 370, 673 daha doğrusu, yəni variant. Sonra deyir ki, M109 olduqda hansı ifadənin qiyməti ən böyükdür? Baxın aşağılar, birinci variantını hesablarım. 109-un üstə 611 gəldim. Çünki bunun yerinə 109 qoydum da. 10, 2, 720 elədi. 720-ni 5-ə böləndə 5, 22, 4, yenə 144 elədi. Bax, bunun cavabı 144. Sonra yenə buraya M-i yerinə 109 qoyuram. 790-dan 109 çıxanda, ondan 9 çıxanda 1, 8, 681, üstə də 206 gələndə 7, 887 deyir. Bunun cavabı da 887 deyir. Sonra yenə 109-dur. Üzərinə gəlirəm 547, 6, 5, 656-nı da bölürəm 2-yə. O da 300 nə qədər ki, bu 300-lər deyilir də. Hələ mənim ən böyüyüm 887-dir. İndi D-yə baxıram. 109-un üzərinə 359 gəlirəm. 8, 6, 468 eləyir. 1046-dan da 468 sanı bu 600-lərə düşürmü? Ən böyük burada hansı oldu? B variantı. O şəkildə hesablayırsınız. Deyir, hasili tapın. Tapaq. 455-i vurursan 213-ə. 455-i vururam 213-ə. 15, 16, 12, 13, 5, 5, 4, sonra 10, 0 yaz 1 yadda, 11, 1 yadda, 8, 1 yadda da 9. 5, 11, 8, 9, 5, 6, 9. 96.915 D variantı. Siz də mənim kimi hesablarsınız. Hansı kəsir 1-ə bərabərdir? Sürət və məxrəci ilə olan kəsir 1-ə bərabərdir. Yəni 6-nı 6-ya böləndə 1. Hansı çevirənin diametri 18-ə bərabərdir? Bax, bunun diametri 10 eləyəcək. 2 dəfə 5, 10. Bunun diametri 16 eləyəcək. Bunun diametri 20 eləyəcək. Bunun da diametri 18. Hansı elədir uşaqlar? D variantı. Açıq bucağın deyir 9-da 4 hissəsi. Açıq bucağın 9-da 4 hissəsini neçə eləyir? 180-in 9-da 4'ü. 180-i 9-a bölürəm. 20, 24-ə vuram 80. Həmin o 80-in də 5-də 1-ni tapacam. 80-də 5-də 1, 16. Hansı variant uşaqlar? A variant. Sonra açıq bucağın deyir 6-da 4 hissəsi neçə dərəcədir? Aşağılar açıq bucaq 180-dir. Onun da 6-da 4'ü. 180-i 6-ya böldüm. 30, 30'u 4'ə vurdum 120. Düz bucaq 90 dərəcədir. Onun da 5-də 3-ün deyir. 90'ı 5'ə bölürəm, neçə eləyir? 18, 3'ə vururam 54. Radiusu çevirən diametri neçədir? Bax, bunun radiusu 16-dırsa, 16'ın 2'yə vururam 32 diametridir. Diametr radiuslarını tapın deyir. Diametr 75-dirsə, onun yarısı 35. Diametr 110-dırsa, yarısı 55. Diametr 6 cm. Çevirəcən də
68 imiş diametr. Onu da yarıya bölünsə düşür 34. Sonra deyir ki, ifadələrin qiymətini hesablayın. Burada da yerinə qoyub hesablayacağıq uşaqlar. A-ya deyir 5 qoy. Yəni 185-i bölürsən 5-ə, 3 dəfə 5, 15, 35, 37 elədi. Sonra B 432-də bölürsən 2-yə, 2 dəfə 2, 4, 3, içində 2, 1 dəfə. 12-ci 2-yə böləndə 6, 216. Üzərinə də deyir A-nı gəl, yəni 185-i gəl. 216, 185, 1, 9, 10, 401. Sonra B-dən deyir A-nı çıx uşaqlar. 432-dən 185 çıxacaqsan. 12-dən 5 çıxanda 7. 12-dən 8 çıxanda 4. 3-dən də 1 çıxanda 247. 6405-in üstə də 247 gələcək. 12, 5, 6. Bu da 6. 6652. Bu şəkildə hesablayırsınız. Sonra 645-i deyir. Bölürük 5-ə. Bir dəfə 5. 5. 14-ün içində 5, 2 dəfə 10, 45-də isə 9 dəfə 129. 8-in içində olmur, 45-in içində 8, 5 dəfə 40. 5-in içində olmadığına görə 6-nı endirəm. 56-ın içində də 8 neçə dəfə eləyir? 7 dəfə 56. 32-in içində olmuş 120. 36-nın içində neçə dəfə ola bilər? Bizə dəqiqə 8 dəfə 6 ola bilməz. Bizə dəqiqə. 324-ün içində 36, sonu altdan bitən 9. 9 dəfə 6, 54, 9 dəfə 27, 32. 768-in içində də 96, 8 dəfə olacaq. O da 768. Belə uşaqlar, bu vurmanı da özünüz alt-alta qəşəng-qəşəng hesablayarsınız. Çünki mən burada yerim yoxdur, həmçə telefondan çəkirəm. Planşetdə olsaydı bir hesablayardım onu da həmişə kimi. Deyir, hansı ədəd 5-ə qalqısız bölünür? Sonu 0 və 5 ilə bitən ədədlər 5-ə qalqısız bölünür. Verilmiş kəsiri deyir, ixtisar edin. 8 ilə 12 hər ikisi nəyə bölərsən? 4-ə. 18-i 4-ə böləndə 2, 12-ni 4-ə böləndə 3. Yəni C variantı. Hansı nöqtə çevrənin daxilindədir? Yalnız E. C variantı. Hansı yoğunluq deyir, doğrudur? Bir vahid artdı mı? Heç bunun bu tərəfə qəs sayısı yoxdur, bu səhvdir. 5-dir, bir elə olduğu kimi qalır, elə B variantı uşaqlar. Fərqi deyir, tapın. 5 tam 8 çıxaq 4 tam 7. 8-dən 7 1 tam onda 1. Yəni C variantı. Hansı dərəcə deyir çorbucaya uyğun gəlir? Çorbucanın 90-dan böyük, 180-dən kiçik. Bu da 90 özü düz bucaqdır. 180 olmaz. 47 bucaqdır. 140 dərəcə. Vermiş ifadənin deyir qiyməti neçədir? Aşağıları belə edirsiniz də. 668-i 2-yə böləndə düşür 334 üstə gələk. 115-i 5-ə böləndə 23. 5 dəfə 15. Bəli. Çıxıram 45. 324. Elə bir 334-ün üstə 23 gəlirəm. 7, 5, 357. Ondan da çıxıram 45. 2, 1, 312. Yəni D variantı. En deri 225 olduqda ifadəsinin qiymətini hesablayın. Gətirib yerinə qoyuruq. 225 25-ə böləndə aşağılar düşürmü? 40, bizə dəqiqə 22-nin içində 5, 45. 225 də 165-ə vururuq. Baxın 225-i 165-ə vururam. 5 də 5 o 25. 5 dəfə 2 10 12. 5 dəfə 2 10 11. 6 da 5 30. 6 dəfə 2 12. 3 də yadda 15. 6 dəfə 2 12. 1 də yadda 13. Bir dəfə 5 5. Bir dəfə 2 2. 2 dəfə 1 2. Burada nə idi? 5 2 11. Sonra 4 6. Bir də yadda 7 3 37.125. Onun üzərinə 45 gəlirəm. O deyəcək 37.170. Yəni A variantı. Hansı kəsirdir düzgün ixtisar edilmişdir? 20-dən 5-ə bölüblər düzdür. 27 7-yə bölüblər 3 düşür. Bax bu səhvdir. Elə bizə düz istəyir də elə variant uşaqlar. Sonra düzgün deyir müqayisə olunan kəsir hansıdır? Sürətləri eyni olanda məxrəci böyük olan kiçik olur. Bax elə bunu səhv yazıblar. Yenə sürətləri bunlar bərabərdir, səhvdir. Yenə məxrəcləri eynidirsə bu birsən çəkməlilər səhvdir. Burada məxrəci elə D variantını düz yazıblar. Deməli uşaqlar, sonra tapşırıq 1-in izahı deyir, koordinat şəbəkəsində verilmiş nöqtələrin koordinatlarını yazın.
Əvvəla sizə qeyd etdim ki, hər zaman birinci x xəttinin koordinatını, yəni absis oxunun koordinatını götürəcəksən, sonra ikinci yazdansa y ordinat xəttinin koordinatını götürürsən. Və bizdən A-nı soruşur. A görürəm ki, 2-dən 3-ə, deməli A-nın koordinatı neçədir? 2, 3. Sonra deyirsən ki, C-nin koordinatını istəyir. C-nin koordinatı da 2-nin 9-a, C yazırıq 2-nin 9-a. Sonra F-nin koordinatı. F-nin koordinatı da yenə 8-dən 9-a. 8, 9 yazıram. Yəni görürsünüz ki, 9, 8 yazmıram. Daha sonra B-nin koordinatı. B-nin koordinatı 3-ün 6-ya. D-nin koordinatı 6-nın 5-ə. Yəni 5, 6 yazsam səhv olar. E-nin koordinatı isə uşaqlar 5-in 2-yə. Yazırıq 5-in 2-yə. Və bu şəkildə qeyd edirsiniz. Sonra deyir ki, kəsirlərin toplanmasına dairdir. Məxrəcləri eynidirsə sürətlərini toplayırsan. Məxrəc olduğu kimi qalır. Birinci üstə 1 gələndə 2. Yenə məxrəclər eynidir. Məxrəc olduğu kimi qalır. İkinci üstə 4, 6. 5-də 3. 7-də 3 üstə 1, 4. 7-də baxın 2 üstə 3, 5. Üstə də 1 gələndə 6. 9-dur. 9-da 2 üstə 3, 5. Üstə 1 gələndə 6. 12-dir. Deməli 12-də 3 üstə 2, 5, 5 üstə 3, 9. Yəni 5 üstə 4, 9 daha doğrusu. Aşağılar deyir, fərqi tapın. Baxın, bu 1, bunun məxrəcinə uyğun deməkdir. Mən sizə bundan əvvəlki dedim ki, sürət və məxrəc eyni olanda, yəni 5-i 5-ə böləndə 1 düşür də. Burada da bunun məxrəcinə uyğun yazıram mən. Yəni ki, burada bax 5-də 5 çıxaq 5-də 1. Neçə eləyir? Uşaqlar 5-də 4. Bax, o şəkildə yazırsan 5-də 4. Burada da yenə bu məxrəci 7-dirsə, mən buna uyğunlaşdırıram. 7-də 7 çıxaq 7-də 5 bərabərdir. Nə qalır? 7-də 2. Burada yenə məxrəc 9-dursa, 9-da 9 deməkdir. 9-dan 9 çıxanda, 9-da 9-dan 9-da 6 çıxanda 9-da 3. Məxrəc 6-dırsa, 6-da 6 deməkdir. 6-da 2 qalır. Burada 8-də 4-dən məxrəclər eynidir deyə 4-dən 1 çıxıram 3. Məxrəclər eyni deyə 4-dən 3 çıxıram 1. Məxrəclər eynidir. 8-dən 6 çıxıram 2. Məxrəclər eynidir. 5-dən 4 çıxıram 1. Və bu şəkildə qeyd edirsiniz. Daha sonra deyir, kəsirləri deyir, ixtisar edin, edək. 10 ilə 5 hər ikisini 5-ə böldükdə aşağıda 2, 5-i 5-ə böldükdə 1, 2-də 1. 4-dən 2-yə böldükdə aşağıda qalır 2, 2-yə böldükdə 1. 9-dan 6, 3-ə böldükdə yuxarıda qaldı 3 sürətdə, aşağıda da qaldı, daha doğrusu 2, aşağıda qaldı 3. Yenə 5-ə böldükdə yuxarıda 2, aşağıda 5. 64-dən 16 ilə 16-ya bölünəcək. 16-nı 16-ya böləndə 1, 64-ü 16-ya böləndə 4. 18-dən 15 yenə 3-ə bölsəm yuxarıda 5, aşağıda 6. 24-dən 18-i 6-ya bölsəm yuxarıda 3, aşağıda 4. 4-də 3. 12-dən 6, 6-ya bölürəm 6, 1. 12-ni 6-ya böləndə 2, 2-də 1. 44-dən 20 hər ikisini də aşağıda neçə bölə bilərəm? Hər ikisini 4-ə böləndə aşağıda 11, yuxarıda da qalır 5. 42-dən 30 hər ikisini 6-ya böləndə yuxarıda 5, 42-ni də 6-ya böləndə 7. Yəni gördünüzmü? Aldığım hər bir kəsir sadə kəsir, ixtisar olunmayan formaya gətirib yazdım. Daha sonra keçirik test 3-ə. Deyir, hansı onluq kəsir kəsirinə bərabərdir? Bu kəsirə bərabərdir. Yəni 2 tam bilirik ki, adi kəsirdir. 1 sıfırın yerini digər tutacaq deyir 2 tam %5. O da hansıdır uşaqlar? D variantı. Daha sonra 5 tam deyir 4-də 2-dən kiçik olan kəsir hansıdır? Aşağılar bu 5 tamdır. 7 tam bu böyükdür. 6 tam böyükdür. İndi 5 tam 4-də 3 böyük olar, yoxsa 5 tam 4-də 2? Əlbəttə 5 tam 4-də 3 deməli hansıdır? Elə tamlarla da baxa bilərik. Verilmiş onluq kəsir sözlə deyir ifadə 2 tam 100-də. Görürsən 100-ün arxasında bu onluq kəsir daxil. 100-ün arxasında 2-dən 0 var. Elə 2 tam 100-də 34. Yəni B variantı. Sonra deyir, çərçivədəki ədəddə qırmızı rənglə verilmiş rəqəm mərtəbə vahidinin 4 qatı neçədir? Baxın, təklik, onluq, yüzlük, minlik, 10 min. Elə bir qoy. Özündən sonraya da 0 yaz. Neçədir? 10 min. 10 minin də 4 qatı neçə eləyir? 40 min. Bu şəkildə yazsınız. Diametri 64 cm olar. Çevirən radiusu neçə santimetrdə? 64 diametrdirsə 64-ü yarıya bölürük. Neçə eləyir? 32. Yəni A variantı uşaqlar. Daha sonra hansı hasil 200 mindən böyükdür? Heç uşaqlar.
Nə edəcəyik? Bunları bir-bir vurub hesablayacağıq. 705-i 224-ə vuracaqsan, 566-nı 332-yə vuracaqsan, 645-i 174-ə vuracaqsan, 664-ü 532-yə vuracaqsan. Hansı böyükdürsə onu yazarsın. Yəni vurmadır, heç bir izaha ehtiyac yoxdur, özünüz yazarsınız. Neçə ədəddir 6-ya qalsız bölünür? Biz demişik ki, 6-ya qalsız bölünmək üçün həm 2-yə bölünməlidir, həm də 3-ə bölünməlidir. Bu şərti ödəməlidir. Daha bir-bir hamısını gətirib 6-ya bölmə. 2-yə bölünmək üçün bilməliyik ki, cüt ədəd olmalıdır. Elə bəri başdan 135-im çıxır. İndi keçirəm 3-ə bölünmə əlaməti. Çünki görürəm artıq hamısı cüt ədəddir. İndi keçirəm 3-ə bölünmə əlaməti. 3-ə bölünmə əlaməti nə idi? Rəqəmləri cəmi 3-ə bölünməlidir. 2-ün üstə 2, 4, 4-ün üstə 4, 8. 8 3-ə bölünür, xeyr, bu da çıxdı. 5-ün üstə 4, 9, deməli bu bölünür. 4-ün üstə 4, 8, 8-in üstə 8, 16. 16 3-ə bölünürmü? Xeyr, mənə lazım deyil. 3 üstə 7, 10, 10 üstə 8, 18. Deməli bölünür. Neçə ədəd? 2 ədəd. Yəni uşaqlar, özünüz də həqiqətən yoxlaya bilərsiniz ki, 504-dən 378 6-ya qalxısız bölünür. Yəni bölünmə əlamətini bilməyiniz bu cəhətdən çox faydalıdır. Biri ixtisar olunmayan kəsirdir. Elə variantı sadə ədədlərdən ibarətdir və ixtisar olunmayan kəsirdir. Hansı çevrədə nöqtələrin hamısı çevrənin üzərindədir? Baxın, bu çevrənin xaricindədir C variantı. Biri A variantında həm daxildədir, həm üzərindədir. D variantında hamısı daxildədir. Bizə də üzərində lazımdır, elə B variantı çevrənin üzərindədir. Yəni, çevrə birisidə bu dairə içi boş olan çevrədir. Fərqi deyir, 5-də 1-ə bərabər olan kəsir hansıdır? Bax, 5-dir, məxrəcləri eynidir. 4-dən 2 çıxdım, 5-də 2. Məxrəcləri eynidir, 5-də 1. Məxrəcləri eynidir, 3-də 1. D getdi. 4-dür məxrəci, 4-də 4 kimi yazırsan, 4-də 1 qalır. Bizə də nə lazım idi? 5-də 1 elə B variantı uşaqlar. Sonra deyir, fərqi tapaq. Baxın, 6-dan 2 çıxdıq, 4. 4-dən 1 çıxdıq, 3 tam 4. 8-dən 3 çıxdım, 5. Vergül səni çaşdırmasın, 1 tamında 5. 9-dan 7 çıxdım, 2. 5-dən 2 çıxdım, 3. Bura yenə 0 qoy. 8-in özü 2-dən 1 çıxdım, 1. 5-dən 7-dən 2 çıxdım, 5. Vergülün altından yenə 0 yaz. 5, 3-dən 2 çıxdım, 1. 3 tamında 5. 7, 7, 2 tam 77. Bu şəkildə yazırsınız. Onluq kəsirlər deyil, müqayisə edək. Baxın, görürəm ki, eyni, vergüldən sonra da eyni ədəddir və 2 tam, əlbəttə ki, bu böyükdür. Burada deyərsən ki, ay müəllim, bu 0 tam 3, bunu bu şəkildə yaz. Vergüldən sonra eyni sayaya gətir. Yenə digəri böyük olacaq. Daha sonra 3 tam %85, 3 tam 81. Əlbəttə ki, digəri. Yenə 5 tam böyük olar, yoxsa 6 tam. 6 tam 43, yoxsa 6 tam 54, 6 tam 54, 2 tam 92. Yəni, rəqəmlərə diqqətli olun, gözünüz çaşmasın. Deyir, onluq kəsir şəklində yazın, yazaq. Bax, 0 tam yoxdur deyə, 0 tam %2, 0 tam %5, 0 tam %7, 0 tam %3, 1 tam %42. Bax, bu şəkildə yazırsınız. Deyir ki, bağda cəmi 290 ağac var. Cavalı ağacların sayı, alma ağacların sayından 4 dəfə çoxdur. Cavalı və alma ağacların sayını tapın. Aşağılar, cavalını bilirəm, yox. Almanı bilirəm, yox. Burada deyir, cavalı ağaclarının sayı, alma ağaclarının sayından 4 dəfə çoxdur. Biz tənlik keçmişdik. Kitabımızda da tənlik qurmaqla məsələ haqqında. Bax, görürsünüz necə də dərslikdən götürülüb, yəni ona uyğundur. X 4x. Amma ben bilirəm ki, cavallılı, almalı, hamısı bir yerdə 290 dənə ağacdır. 4x idi. Bu da 1 idi də 1'i 2 yazmırıq. 4x'in üstə 5, 1x gəlində 5x bərabərdir 290-a. Bu vuraq deməkdir axı. X də böləyə çevriləcək. 290-ı bölürəm 5-ə. 295-ə böləndə 5, 5 də 5, 25, 40-ın içində 5, 8. Neçə elədi uşaqlar? 58. İndi nə edirəm? Mən tapdım ki, axı Cavaliyə nə demişdim? Cavaliyə o tam hissə modeli var. Ha, elə bir 4 dənə kvadrat var. 4x idi. X-in yerinə nə tapdım? 58. 4 dəfə 58 neçə eləyir? 240. Aha, 240 cavalıdır. 290 dənə ağacı idi axı. 290-ın 240-sı cavalıdırsa 58-i də bizə dəqiq uşaqlar hardasa səhvlik oldu. Baxın, deyir ağacların sayı alma ağaclarının sayından 4 dəfə çoxdur. Cavalı ağacların sayı. Aha, cavaliyə tapdım. Mən 290-ı 5-ə böləndə 25, 5 dəfə 40 qalır 58. Hə, uşaqlar 4 dəfə 8, 32 eləyir. 2 yazırıq 3 yadda 232-dir. Bəli, deyirəm axarda səhv oldu. 232 cavalıdır, 58-də almadır. Həqiqətən də görərsiniz ki, 232-dən 58, 290 edir.
Uşaqlar deyir ki, Adil 50 və Əmirin yaşları cəmi 34-dür. Adil 50-dən 5 yaş böyük, Əmir 50-dən 2 yaş böyükdür. Onların hər birinin yaşını tapın, tapaq. Baxın, Adil, Əli və Əmir. Adil 50-dən 5 yaş böyükdür. Adil 50-ni bilirəm, xeyr. 50-dən 5 yaş böyükdür. Əmir də 50-dən 2 yaş böyükdür. Aha. Bunların yaşları cəmi 34-dür. Neçə dənə məhcun var? 3 dənə. 3 vur x. 5-in üstə 2 gəlir neçə eləyir? 7 bərabərdir 34-ə. 3 vur x bərabərdir 34-dən 7 çıxanda nə qalacaq? 27. X də bərabərdir 9. Deməli 9-dur. 9-un üstə 5 gəldim. Adil 14 yaş. 59 yaş. 9-un üstə 2 gəldim. Əmir də 11 yaş. Bax uşaqlar, bu qədər. Başa düşmədisə dönə-dönə baxın izaha. Deyir, həm 5-ə, həm də 2-yə bölünən ədədləri işarə edin. Yenə dediyim kimi aşağılar, 5-ə bölünən ədədlər həm 0-la, həm də 5-lə bitməlidir. 5-ə bölünən axırı. Baxaq. 2-yə bölünəndə cüt ədəd olmalıdır. Biz də deyir ki, həm 5-ə bölünən olsun, həm də 2-yə bölünən olsun. 430 5-ə də bölünər, 2-yə də. Deyərsən müəllim, niyə? Çünki sonu 0 və 5-ə bitən 5-ə bölünür. 2-yə bölünən də cüt ədəddir. Bəli. Bu yəni bölünür. Sonra 115. 115 5-ə bölünsə də 2-yə bölünməyəcək. Niyə? Çünki cüt ədəd deyil. 535 5-ə bölünəcək, amma 2-yə. Niyə? Çünki cüt ədəd deyil. 440 həm 5-ə bölünəcək, həm də 2-yə. 720 həm 5-ə bölünəcək, həm 2-yə. 648 2-yə bölünsə də 5-ə bölünməyəcək. 119 bölünməyəcək. 885 555 bunlar 5-ə bölünür, amma 2-yə yox. Həm 5-ə, həm də 2-yə bölünən, baxın, sonu 0-la bitib cüt ədəddir və sonu 0-la bitib 5-ə bölünür. Deyir, transporterdən istifadə aşağıdakı bucaqları çəkin. Bu yenə sizin işinizdir uşaqlar. Transporteri götürürsünüz, ölçürsünüz, dərəcələrinə uyğunda çəkirsiniz. Keçək sonra. Deyir, cəm neçədir? Baxın, 5 tam 3, bu da 6 tamdır. Çox uşaq gətirib bunu 3-ün altına yazır, o səhvdir. Yəni 6 tam deməkdir. 11 tam 3. Yəni B variantı uşaqlar. Hansı onluq kəsir digərlərinə böyükdür? Əvvəlcə tamlarına bax. Baxıram 0 tam 1 tam 6 tam. Elə görürəm ki 7 tam ən böyükdür. Hansı yoğunluq deyir doğrudur? Diametr 18 olanda radius 9 olur. Diametr 20 olanda radius 10. Diametr 36 olanda radius 18. Diametr 40 olanda radius 20. Hansı doğrudur uşaqlar? B variantı. Vermişdir tənliyin cavabı neçədir? Yenə uşaqlar. Baxaq, burada A-nı yerinəsə qoyub. Xeyr qoymayıb. Yəni 6 vur A, belə yazıram ha 6-a. Bax o deməkdir də 6 vur A. Hər dəfə vuraq yazdığımızda bir şey yaza bilərik. 910-dur. Bu tərəfə keçəndə çıxma olacaq. Yəni 1666-dan 910 çıxıram. 6-nın özü 5, 16-dan da 9 çıxan nə qalır? 7. 756. Yəni 6 vur A bərabərdir 756. Vuraq da nə olacaq? Bölək olacaq. 756-nı 6-ya böləndə 7-in içində 6 bir dəfə 6, 15-in içində 6 2 dəfə 12, 36-nın içində 6 126. Hansı variant uşaqlar? D variantı. Düz bucağın. Düz bucaq neçə dərəcə olur uşaqlar? 90 dərəcə. 90-ın deyir 6-da 5 hissəsi. 90-ın 6-da 5 hissəsini tapıram. Məxrəcə bölüb sürətə vuram. 90-ı 6-ya böləndə düşəcəkmi? 15. 15-i də 5-ə vuranda neçə eləyir? 75. 75 dərəcə bucaq da hansı olur? İti bucaq. Demişik 0 dərəcədən böyük, 90 dərəcədən kiçik olan bucaqlar iti bucaqdır. Sonra hansı misalın deyir cavabı doğru deyil? Baxın, 5 tam 13, çıxaq 2 tam 45. 13-dən 5 çıxanda 8 qalır. Yenə burada 0 qaldı. 10-dan 0 çıxanda 6, 4-dən 2 çıxanda 2 tam 68. Bu düzdür. A variantım düzdür. İndi B hesab. 1 tam 22, bir də 5 tam 6 tam 22. Aha. B variantım da düzdür. 8 tam 47, çıxaq 0 tam 36. 7-dən 6 çıxanda 1, 4-dən 3 çıxanda 1, 8 tam 11. C-də deməli avtomatik D variantı qaldı. Görək D-nin nəyini səhv yazıblar. Baxın aşağılar 3 tamdır, 4 tamdır. 7 tam 28 yazmalıydılar. 7-ci sualda deyir, boş xanaya hansı ədəd ola bilər? 7,6-dan böyük olsun deyir. 7,6 böyük olmalıdır. Bunun üçün baxın, buraya 8 yaza bilmərəm. 8 tam 4 yaza bilmərəm. 9 yaza bilmərəm. Elə 7. Yəni uşaqlar hansı variantdır?
C variantı. Deyir ədədində təklər sinifdəki rəqəmlərin hansı neçədir? Biz bilirik ki, 300 siniflərə ayırırıq. Demişik ki, 300 siniflərə ayırırıq uşaqlar. Baxın. Təkliklər, minliklər. Bizə nə istəyirdi? Təkliklər 7 vur, 4 vur, 3. 28-i də 3-ə vuranda neçə eləyir? 84. Yəni C variantı uşaqlar. Sonra deyir ki, 3467-dən əvvəl gələn tək ədəd. 3467-dən əvvəl gələn hansıdır tək ədəd? 3465. Həmin tək ədəd deyir. Hansı ədədə bölünsə, qismət 693-ə bərabər olur. Aha, nəyə bölünür? Əvvəla vaxt itirməyək deyə mən necə yazaram? 3467. Bu rəqəmləri toplayaram. 7, 6, 13, 13 isə 7, 20. 20 heç 6-ya bölmək üçün bölünə bilməz 6-ya. 5-ə bölünə də bilməz. Niyə? Çünki sonu 5-ə bitməyib. 3-ə də heç bölünməz. Tuturam 8-cə görə 8-ə bölünəcək. Düzümü tapırıq. 4 dəfə 8, 32. Deyir ki, hə uşaqlar, mən yazmışam. Birbaşa 3467-dən əvvəl gələn ədəd 3465-dir. Bəli, 5-dir. İndi baxın bu rəqəmlərcə. 3 üstə 4, 7, 7 üstə 6, 13, 10 üstə 5, 18. 18 6-ya da ola bilər, 3-ə də ola bilər, 5-ə də ola bilər. İndi mən necə məcbur hamısını bölməliyəm. Baxın, 3-ə bölsəm 1, 1-dən başlayacaq. Yox, bu olmayacaq. Deməli, neçəyə böləcəm bunu? 5-ə bölsəm 6 dəfə 5, 30. 46-nı isə 5, 9, 45, 15. Deməli, neçə bölünür uşaqlar? 5-ə. Sonra hansı bölmə deyir? Düzgün yerinə yetirilib. Baxaq. Bunlar da yenə böləcəm artıq. Burada müəyyən nüanslar ola bilər. 9135-i bölürəm 63-ə. 91-in içində 63 bir dəfə 63. 11-dən 3 çıxanda nə qalır? 8. 7-dən 60, 18. 183-ün içində 63. 4 dəfə ola bilməz uşaqlar. 3 dəfə olsa, 3 dəfə 3, 9 çox eləyəcək 2 dəfə. Deməli, heç burada 12, 12, 14 gəlmir. Elə düzgün yerinə yetirilməyib A variantı. Yəni, bir də A düzgün deyil. Sonra keçirik buna. 2000, ya daha doğrusu 25020 bölürəm 45-ə. 250-nin içində 45. Düşünərəm ki, 5 dəfə olsa, 5 dəfə 5, 25, 5 dəfə 4, 20, 22. Burada da qaldım 25. 252-nin içində 45, yenə 5 dəfə olsa, 5 dəfə 5, 25, 5 dəfə 4, 20, 22 edəcək yenə. 12-dən 5 çıxanda 7, 4-dən 270, 270-in içində də 7 dəfə olsa, 7 dəfə 4, 7 dəfə 5, yox aşağılar. Elə, bu da səhv olunub. 270-in içində 45, 6 dəfə olacaq. 556 edir, amma 557 eləməlidir. Deməli, A da deyil, B də deyil. Keçirəm o birisinə. 18032 bölürəm 28-ə. Heç bu 6, daha doğrusu belə eləyək də. 28-i 6-ya vur. 6 dəfə 8, 48, 8 yaz, 4 yadda, 6 dəfə 2, 12, 4 də yadda, 16000, 16800. Heç bu da uyğun deyil. Qalır D variantı. Gəl görək D variantı həqiqətən də düzdürmü? 17100 bölürəm 76-ya. 171-in içində 76 2 dəfə yazaq. 2 dəfə 6, 12, 2 dəfə 7, 14, bir də yadda 13. 15. 11-dən 2 çıxanda 9, 6-dan 5 çıxanda 1. 190-in içində 76 3 dəfə. 3 dəfə 6, 18, 3 dəfə, niyə uşaqlar burada haradasa səhv elədik? Bizi dəqiqə. Baxın, 117, belə eləyim də, mən niyə belə özümü yoruram ki, 230-u cavabları qisməti bölənə vur da. 23-ü vur 76-ya, 6 dəfə 3, 18, 8 yaz, 1 yadda, 6 dəfə 2, 12, 1 də yadda, 13. 7 dəfə 3, 21, 1 yaz 2 yadda, 7 dəfə 2, 14, 2 də yadda, 16. 8, 4, 7, 1. 2 dənə də, bir dənə də sıfırımı azad eləmişdim. 17480. Nə oldu elə burada heç bir düz olmadı? Haradasa səhv eləmədik. Bir dənə A-nı yenə qeyd edəcəm. 145, 63-ə vuranda 3 dəfə 5, 15.
3 dəfə 4 12 13, 3 dəfə 1 3, bir də yadda 4, 6 dəfə 5 30, 6 dəfə 4 24, 27, 6 dəfə 8 5 3 11 9135. Hər şey olar. Elə variant imiş də. İndi bayaq yəqin hardasa səhv eləmişəm. Elə adı. 10-cu sual adı. Deməli uşaqlar, baxın, zaman yayımlarının həqiqətən də çox qəşəng, çox maraqlı, çox öyrədici vəsaitləri var. Bax, bunlarda mən öz uşaqlarıma da işlədirəm. Riyaziyyat olsun, Azərbaycan dili olsun, çox maraqlıdırlar. Bax, məsələn, həm çalışmalar, həm testlər olan kitabları da daha qəşəngdir. Məsələn, biraz orta səviyyədə çətinlik istəmirsənsə, bax, ikinci səviyyədəki, ilk sıradakı olan kitabları da ala bilərsən. Daha sonra ikinci sətirdə olanlar, bax, mənim öz şagirdlərimə ikinci sıradakı bütün kitabları istifadə elətdirirəm. Yəni çox faydalıdır, çox qəşəngdir. Həmçinin məktəbə qədər üçün də kitabları var. Yəni bunları almağı sizə məsləhət görürəm. Həqiqətən də alsanız peşman olmazsınız. Bu qədər uşaqlar. Əgər zaman yayımlarını sifariş etmək istəyirsinizsə, kitabın nümunə səhifələrinə tanış olmaq istəyirsinizsə, bax, buradakı bu nömrələrə yazıb həmin nümunə səhifələrlə tanış ola bilərsiniz. Bu qədər. Sağ olun, salamat qalın.